Salam, 2025-ci ilin Time kitabı ilə davam edirik. Parts of a sentence, cümlə hissələri, complex object, mürəkkəb tamamlıq. Bu bölmə MIQ-də, sertifikasiyada, hətta abituriyentlərdə, buraxılış imtahanlarında qabağınıza çıxa bilər. Ona görə diqqətli olun. Çox da çətin bölmə deyil. Sadəcə olaraq diqqət tələb edirəm. I've never heard you speak ill of a human being in your life. Bəli, heard'dür. Heard'dən sonra ya ing ya da ki, to-suz feil gəlməlidir. Bir düzgündür. Qələmimizi götürək. Bir düzdür. İkiyə baxırıq. This isn't quite enough to make her understand his character. Bəli, make var, her var, understand var. Kompleks objectdə cümlənin ardıcığı necə gedir ümumiyyətlə? Feil, sonra obyekt halda ya əvəzlik ya da ki, hər hansı bir isim, bir də yenidən ing-li, to-lu və yaxud da to-suz feil bu feilə görə dəyişir. Make-dən sonra da bilirik ki, feil to-suz işlənir. Ona görə 2 düzdür. 3'e baxırıq. Let var, here var, düzgündür. He made a little mistake düşür. Baxın, he made a little mistake. Onda artıq burada made kompleks obyektlikdən çıxır. O kiçik bir səhv etmişdi mənasındadır. 1, 2, 3 düzdür. 1, 2, 3 cavabımız dibəndir. Hamısı 4-dən başqa hamısı. 2'ye baxırıq. He watched them eating and decided that they ate like pigs. Bəli, watch'dan sonra ing-li feil gəlir və yaxud da ing-siz, yəni to-suz feil gəlir. Bir düzdür. 2'ye baxırıq. Kompleks object istəyir bizdən. I've never heard of her existence till the day before yesterday. Baxın, burada kompleks object yoxdur. Heard var. Ancaq nə yəlik halda olan, obyekt halda olan əvəzlik var, nə isim var. Yəni söz önü varsa deməli bu cümlə silindi. We talked and laughed so loud that anybody might have heard us 10 miles off. Bəli, burada da heç bir kompleks object yoxdur. Made a confession, baxın bu bir birləşmədir. Ona görə bunu da kompleks object kimi götürə bilmərik. Cavabımız 1. 3'e baxırıq. Find out the appropriate variant for the sentence given below. Deməli, I've told her, told'dan sonra to gəlir, to-suz feilləri çıxırıq. To the audience every day and və and var. Diqqətli olmalıyıq. Əvvəldə to-nu verdiksə, and varsa ikinci dəfə to verməyə ehtiyac yoxdur. Belə ey və i bəndində ikinci dəfə to verilir. Cavabımız 1-dir. Yenə də ikinci cümləyə baxaq. Elizabeth heard him the next moment. The front door. Heard'dən sonra dedim ki, ya ing-li ya da ki, to-suz feil gəlir. Baxırıq. Open and quit. Elə cavabımız 1 bəndi. 4-cü cümləyə baxırıq. 4-cü suala baxırıq. He asked. Ask'dan sonra necə feil gəlir? To-suz feil gəlir. He asks the meeting delay. To-suz feilləri çıxırıq. As he hadn't managed to find a proper place to make. Being delayed olmaz. Məchulunu vermirik. Sadəcə olaraq delay. Çünki he asked. He hadn't managed. Məchulluq olarsa bizim mübtəda olmur. Mübtəda ehtiyac olmur. Ona görə diqqətli olun. 5-ci suala baxırıq. 1 dəqiqə. Bəli, davam edirik. 5-ci suala baxırıq. She returned no more. Baxın, she returned no more till she hears ola bilər. Heard ola bilər. Birinci səhvdə bütün variantlar düzgündür. İkinci səhvə keçirik. Hear feilindən sonra nə gəlirdi dedik. Əlbəttə ki, ya to-suz feil ya da ki, ing-li. Yenə də hər iki halı düzgün götürə bilərik. Bütün variantlar düzgün ola bilər. İkinci səhvə baxırıq. İkinci cümləyə baxırıq. Yəqin ki, açar sözümüz ikinci cümlədə olacaq. She returned no more. Hələ birinci cümləyə baxaq. She returned no more till she heard them. Baxın, returned var, keçmişdə var. Ona görə keçmişlik verməliyik. Here's getdi. Here's getdi. Bir dəqiqə mən flight oturuş rejiminə qoyum. İşimiz daha da asanlaşsın. Aha. She returned no more till she heard them passing, being passed verilməlik. Çünki she mübtədamız var. Məchulunu verə bilmərik.
B və C arasında qalırıq. Hər ikisi ola bilər. İndi ikinci cümləyə keçirik. Let's the portraits of your uncle and aunt Phillips in the gallery at Pemberley. Let the portrait of Aunt Phillips be placed olacaq. Burada artıq məhsulunu verəcəyik. Çünki deyir ki, Filipin dayısı və xalasının xalasına icazə verildi ki, bu qalereyada yerləşsin, qalereyaya gəlsin mənasında. Məhdudluq var, kimsə icazə verib. Altıncı suala baxırıq. His friend, full of himself, want'dan sonra to olur. Doesn't to make olmaz. Doesn't make olmaz. Digər variantlar ola bilər. Məsələn, B-yə baxaq. He didn't want his friend to make a fool of himself before strangers. Okay. As he had sent the manuscript on Friday, he had sent. Baxın keçmişi. Niyə expects verək? Digər variantlara baxaq. He didn't want his friend not to make a fool of himself before strangers. O istəmir ki, dostu yad insanların qabağında axmaq vəziyyətinə düşsün. He wanted, istəmirdi, yoxsa istəyirdi. Hər iki tərəfi keçmişə verə bilməliyik. O istəyirdi ki, axmaq vəziyyətinə düşməsin. Daha yaxşıdır, iyi bəndir. As he had sent the manuscripts on Friday, he expected it to come out on the following Sunday. O cümə günü əl yazmaları göndərəndə gözləyirdi ki, gələn bazara çıxsın, nəşr olunsun və s. Cavabımız iyi bəndir. Expectdən sonra da to fiil gəlir. Buna da diqqət yetirin. 7-yə baxırıq. I advise you by all the means to refuse him. Advise you by all means to refuse him. Okay, problem yoxdur, düzgündür. Nobody saw this person came olmaz axı. Ya come olar, ya coming olar. Ona görə ki, səhvdir. I don't want our chat to be cut short. Want var. Tuğlu feil var, düzgündür. I want to tell you at the burada isə məktub yoxdur. Mürəkkəb tamamlıq yoxdur. Cavabımız 1-3. 8-ə baxırıq. Letdir. Letdən sonra to'suz feil gəlir. ING-siz feil gəlir. Baxırıq. Dora let her son. Dora oğluna icazə verdi. Her son ask his playmates. Ask'dan sonra to'lu feil gəlir. Variantlara baxaq, bircə variantda to'lu feil var. Şeydən sonra isə taking olur. Davam edək. 8-dən 28-ə keçmişik. Bu niyə belə olub? Buradadır. Yox. Yerlər qarşılaşıb, yox. 9-a baxırıq. He was made. Məchul növdür. Məchul növ olarsa bircə ümumiyyətlə make-dən sonra deyirik ki, to'lu feil işləmir. Amma yadınıza saxlayın. Bir məchul növdə, bir də birləşmələrdə qəşəng. Burada hamısı var. He was made-dirsə, baxın, to'lu feil veririk. Məchul növdür. Qələmimizi götürək. Getdi. To'lu feil. He was made to confess his crime in front of the jury. O məcbur oldu ki, öz cinayətini məhkəmə qarşısında etiraf etsin. Confess sözü etiraf etməkdir. Diqqətli olun. The sudden thunderstorm made us all run for cover. Baxın, made us. Burada artıq məchul kompleks obyektdir. Ona görə to'suz feil veririk. Run. İki variant arasında qaldıq. She made an bəli, to make an attempt-dən sonra da to'lu feil verəcək. Yadınızda saxlayın. Bu da birləşmədir. Artıq kompleks obyektlikdən çıxır. To understand the complex theory before the exam. She made an effort. Made an effort-da da işlədilər. To'lu feil olmalıdır. Elə cavabımız. She made an effort to make her. Yox, burada ikinci tərəfə baxır. Baxın, made an effort-dan sonra to'nu verib, ancaq make her-dən sonra artıq to'suz feil gəlməlidir. Ona görə cavabımız C bəndir. Buna diqqətli olun. Birləşmələrdən sonra artıq kompleks olmaqdan çıxır və to'lu feil tələb edir.
Bu da sizin qabağınıza mütləq şəkildə MIG-də sertifikasiyada çıxa bilər. 10-cu suala baxırıq. Choose a correct sentence with a complex object. Complex object istəyir. A-də görmürük complex objecti. I wanted to go to bed. Baxın burada da yoxdur. Want'dan sonra ya isim olmalıydı ya obyekt halda olan əvəzi olmalıydı. He could have asked us. Bəli, ask var, as var, to var. Bəli, elə cavabımız C bəndi. Biraz sərgəsiz oldu. C bəndi. 11-ə baxırıq. Which of the following options with a complex object is wrong? Hansı səhvdir? She heard the carriage drive. Bəli, hearddən sonra tuzsuz feil gəlir, düzdür. Made you think. Baxın, make'dir, think'dir, düzgündür. A rising mind made some of the winds rattle. Bəli. Nə istəyir bizdən? Səhv istəyir. Düzgündür. Made, rattle. Let me advise you to think before. Advice var. To think var. Düzdür. That's the most unforgiving speech I've ever heard you to utter. Baxın, hearddən sonra to verə bilmərik. Cavabımız İbəndi. 12-yə baxaq. The news was heard to be spoken about. And the news was heard. Yox, he heard the news being spoken about. Daha düzgün variantdır. O eşitdi ki, xəbər danışılıb. He heard the news. O xəbərin eşidildiyini, danışıldığını eşidib. Biraz qarışıq oldu. Cavabımız C bəndi yaza bilmirəm bura. Davam edək. 13-ə baxırıq. Find out the correct variant with the complex subject. Bəli, bu bayaqki cümlədə ilə complex subject idi. Mürəkkəb artıq tamamlıqda yox, mürəkkəb mübtədadır. Və mürəkkəb mübtəda olanda yox, bayaqkində complex object, indi complex subject-ə baxırıq. Mürəkkəb mübtədanı axtarırıq. I think I've heard you say that their uncle is an attorney in Merton. No, heard var, say var, bu complex object'tir. She had no time to prepare for such a visitor when Beagley was heard stepping on the stairs. Baxın, bu artıq complex subject, mürəkkəb mübtədadır. He felt lost alone there is in the room with that place spirit of a woman. Yox, he noticed the bad grammar use, notice var, use var. The first he knew was when he heard Arthur's voice saying. 14-də baxırıq. Charlotte had seen them from her husband's room, crossing the road and immediately running. Seen var, seendən, see feilindən sonra ya ayıncılı feil ya tulsuz feil gəlir və and olduğu üçün də hər ikisinə eyni verməlisiniz. Ya ayıncılı ya tullu. Baxın, burada keçmiş zaman var. Burada biri tullu, biri tulsuzdur. Burada da eyni vəziyyət. Charlotte see yox, sees olmalı olduğu üçün C bəndi də səhvdir. Cavabımız oldu A bəndi. 15-ə baxırıq. Which of the options completes the sentence? I've never heard. Hear feili var, yəni eşitmək feili var. Bizə lazımdır obyekt halda olan əvəzlik və feil. His yəlik haldı, their yəlik haldı, yəni özündən sonra isim tələb eləyir, obyekt hal 2-4. Him and her. 16-ya baxırıq. Eric nə istəyir bizdən? Sadəcə olaraq düzgün cavab istəyir. Is said to be a very smart and diligent student. Deyilənə görə Erik ağıllı və çalışqan şagirddir. C bəndi. 17-yə baxırıq. I would really advise you. Advice-dan sonra nə gəlir? Bunu bir dənə silək, yaxşı görünmür. Advice-dan sonra to feil gəlir. I would really advise you to make your purchase in that neighborhood and olduğu üçün ikinci dəfə to'nu işlətməyə ehtiyac yoxdur. Cavabımız C bəndi. Keçək 18-ə. Biraz burada qarışıb yerlər. Which of the following options most accurately describes the entire action? Tamamilə hadisələr daha yaxşı izah edən. I witnessed a woman give up her child while I was on a bus. Mən
bir qadını gördüm ki öz uşağını give up edib, imtina edib. I witnessed a woman giving up. Witness'ten sonra tuzsuz feil gelir. Aynı vermirik. Burada to verib. Camız verib bende. Bakın burada ing verib, burada to var, burada ing var, olmaz. While I was walking through the park, I heard the children. Mən parkla giderken eşittim. Eşitme fiilinden sonra ing veyahut da to'suz feil gelir. Bu yəqin ki ing istəyəcək bizdən. Belə laughing and saw them playing. Hamısı eyni vaxtda baş verdiği üçün mən parkdan keçərkən gördüm onların güldüyünü, onların oynadığını vesaire belə ardıcıl olduğu üçün ing verdik. 20'ye baxırıq. When she heard joyful noises in the yard. O həyətdə şən səslər eşidəndə she want'dan sonra to gəlir. Getdi. A və C arasında qaldı. Wanted to ask her parents. Ask'dan sonra to'lu feil gəlir. To let. Cevabımız iyi bəndi də. Let'dən sonra isə to'suz feil gəlir. Cevabımız iyi bəndi. Belə. İnşallah arkasına gələn videoda çəkəcəm. Nəsə suallarınız, təklifləriniz olarsa şərhlərdə görüşərik. Kanalımızı like edib abunə olmayı unutmayın. Hələlik.